Dünyada yüzlerle separatizm yuvası var. Yaşadığı vahid dövləti parçalamak isteyen separatist gruplar var. Ve dünyanın 50 ülkesinde onların mübarizəsi qanla müşahidə olunur. Böyük qırğınlar, insan ölümləri. Bu yüzlerle dövlətin içində separatizmi kökündən qazıya bilən yalnız bir dövlət var. Yalnız bir dövlət olub. O da Azərbaycan. Qarabağda erməni separatizmini tamamilə kökündən qazıya bildik. Və Qarabağı Azərbaycanı parçalamaq istəyənlərdən təmizlədik. Azərbaycanı da Qarabağda qoruduq. Bu barədə Davosda Azərbaycan prezidenti danışıb. 30 ildə çəkdiklərimizi və beynəlxalq təşkilatların, vasitəçilərin başımıza gətirdiyi oyunları xatırladı. Göz ki beynəlxalq təsisatlar o zaman, yəni 30 il əvvəl, 20 il əvvəl, hətta 10 il əvvəl, indi hazırda belə onlar davranışı hələ də dəyişməyib. Amma biz dəyişdik. Necə? Belə ki, biz artıq kiminsə gəlib bizim üçün bu problemləri həll edəcəyik, artıq inanmadıq. Beynəlxalq vasitəçi ilə bağlı ümidlər uğursuzluğa düçar oldu. BMT-nin Təhlükəsizlik Şurası ki, ən böyük beynəlxalq qurum 4 qətnamə qəbul etməklə Ermənistanın təbii ki, ordusunun qeyri-şərtsiz ərazimizdən çıxmasını tələb edir. Amma faydası çox sayılı beynəlxalq təşkilatlar qətnamələr, qərarlar qəbul elədi və heç bir fayda vermədi. Ta ki, biz vəziyyəti ixtiyarımızı əlimizə götürənə kimi. Bəli, biz ədaləti, beynəlxalq hüququ, suverenitetimizi, ərazi bütövlüyümüzü bərpa etdik və ondan sonra sülhə nail olduq. Ondan sonra dayandı müharibə. 30 ildə çəkdiklərimizi xatırladıb Azərbaycan prezidenti. 1988-ci ildə Qarabağda erməni separatizmi qızışanda əvvəlcə köməyi Moskvadan gözlədik. Ədalət istədik. Ala bilmədik. Sonradan 1992-ci ilin martında ATƏT-in Minsk konferansı yaradıldı. Ümid elədik ki, bu konferans öz işinə başlayar və Azərbaycan haqqında, Qarabağ haqqında ədalətli qərar qəbul edir. Ancaq konferansın işə başlaması mümkün olmadı. Dedilər ki, ermənilər Şuşanı və Laçını alıblar və Azərbaycan da 1992-ci ilin iyununda torpaqları azad eləmək üçün hücum əməliyyatına başlayıb. Bundan sonra Minsk konferansının sədri olan Mario Raffaelli iyun-sentyabr aylarında Romada bir neçə toplantı keçirdi. Və sentyabr ayında elan elədi ki, Minsk qrupu yaradılıb. Bunu kim yaratmışdı? Hansı qərarla yaranmışdı? Minsk konferansının kimin yaratdığı məlum idi. ATƏT-in Nazirlər Şurası. Minsk qrupunu kim yaratmışdı? İndiyə qədər də bilən yoxdur. Və fəaliyyətə başladılar. Minsk qrupu və onun sədri. Rafaelli bir şey eləyə bilmədi. Torpaqlarımız işğal olundu. BMT qətnamələr qəbul etməyə başladı. Müxtəlif qonaqlar gəldilər, getdilər, nəticə yox. Sonradan Rafaellini İsveçli Eliasson əvəz elədi. O da onun kimi işlədi. 1994-cü ildə keçirilən ATƏT-in sammitində Böyük Heydər Əliyev çətinliklər bahasına da olsa sülhməramlı qüvvələr haqqında sənədin qəbuluna nail oldu. Və qəti şəkildə məsələni qoydu ki, Qarabağa bir ölkənin
sülhməramlı qüvvələri gələ bilməz. Məqsəd Rusiyanın sülhməramlılarının Azərbaycana, Qarabağa yerləşdirilməsinin qarşısını almaq idi. Və sonraki dövrdə də belə bir prinsip hamı tərəfindən qəbul olundu ki, ümumiyyətlə maraqlı dövlətlər sülhməramlılıq fəaliyyətində iştirak edə bilməzlər. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində növbəti uğur qazandıq. Və Azərbaycanın ərazi bütövlüyünü Ermənistandan başqa bütün dövlətlər qəbul etmək məcburiyyətində qaldılar. Və Lissabonda Böyük Heydər Əliyev ATƏT-in yekun sənədinin qəbul olunmasına mane olacağını dedi. Veto edəcəyini dedi və məcbur olub 53 dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan elədi. Və sonraki günlərdə Paşinyan da etiraf elədi ki, bizim məğlubiyyətlərimiz Lissabondan başladı. Və Lissabondan sonra artıq ATƏT-in Budapeşt sammitində artıq həmsədrlik institutu təsis olunmuşdu və Rusiya Finlandiya ilə birlikdə həmsədr idi. Lissabon sammitindən sonra həmsədrlərinin sayını 3-ə çatdırdılar. ATƏT Fransanı Finlandiyanın yerinə sədr eləmək istədi. Azərbaycan Amerika Birləşmiş Ştatlarının da həmsədr olmasını tələb elədi və son nəticədə buna nail oldu. Ancaq ümidlərimiz doğrulmadı. Bu 3 həmsədr Azərbaycana yalnız təzyiqlər göstərmək və reallıqları qəbul et ultimatumunu vermək yolunu seçdilər. Müxtəlif təkliflər verildi. 1997-ci ildə paket həlli məsələsi ortaya qoyuldu. Elə həmin ildə mərhələli həll planı da ortaya qoyuldu. 98-ci ildə ümumi dövlət təklifi gəldi. Məqsəd Qarabağ ermənilərini faktiki müstəqil etmək idi. Faktiki olaraq Azərbaycanın ərazi bütövlüyü güya gözlənilirdi. Ancaq ermənilər Qarabağda müstəqillik əldə edirdilər. 1999-cu il İstanbul sammiti ərəfəsində yeni bir təklif ortaya çıxdı. Ərazi mübadiləsi. Ancaq Ermənistan parlamentindəki qırğın və Azərbaycan hakimiyyətində də yüksək vəzifəli şəxslərin etiraz olaraq istefa verməsi İstanbulda sənədin qəbul olunmasına imkan vermədi. Sonra 2001-ci ildə Amerika Birləşmiş Ştatlarının Key-West şəhərində yenə də ərazi mübadiləsi təklifi ortaya qoyuldu. Azərbaycana onun prezidenti Heydər Əliyevə böyük təzyiqlər göstərdi ki, bu ədalətsiz təklifi qəbul eləsin. Heydər Əliyev qəbul eləmədi. Bundan sonraki dövrdə Madrid prinsipləri ortaya çıxdı. Sonradan Madrid prinsiplərinin müxtəlif variantları Rusiya tərəfindən də təqdim olundu və Azərbaycan bu təzyiqlərə də dayandı. Madrid prinsiplərində mahiyyət ondan ibarət idi ki, 5 rayon Azərbaycana qaytarılır, Qarabağda plebissit keçirilir və bundan sonra 2 rayon da qaytarılır. Və təbiidir ki, plebissitdə Qarabağ müstəqilliyi məsələsini qoymağı planlaşdırırdılar və nəticə də heç kim üçün sir deyildi. Əhalinin əksəriyyəti ermənidirsə, təbiidir ki, son nəticədə müstəqillik istəyənlərin sayı dəfələrlə çox olmalı idi. Azərbaycan rəhbərliyi Prezident İlham Əliyev dəhşətli təzyiqlərə qarşı dayana bildi.
Və tarixdə bu yeganə hadisədir ki, 2009-2013-cü illərdə bir-birini qətiyyən qəbul eləməyən və aralarında kifayət qədər ziddiyyətlər olan üç dövlət rəhbəri, Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın prezidentləri hər il dalbadal müraciət qəbul elədilər və Azərbaycanın Madrid prinsiplərini qəbula məcbur etməyə çalışdılar. Yenə də Azərbaycan rəhbərliyi dayandı. Azərbaycan ordusu gücləndi, Azərbaycan diplomatiyası aktiv şəkildə işlədi və 2020-ci ilin sentyabrında Ermənistan ordusunun növbəti təxribatına əks hücumla cavab verildi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına başlanıldı. Və dəfələrlə Azərbaycan prezidenti bəyanat verdi. Qətnamələrdə göstərilən əraziləri azad elə, Azərbaycan ordusu dayansın. Uzun müddət ermənilər müqavimət göstərdilər, ancaq Şuşa alınandan sonra təslim oldular. 2020-ci il 10 noyabrda təslim aktı imzalandı. Azərbaycan özünün ərazi bütövlüyünü təmin elədi. Ancaq suverenliyimiz hələ təmin olunmamışdı. Bunu Azərbaycan ordusu 2023-cü ilin sentyabrında qısa müddətli antiterror əməliyyatı ilə təmin elədi. Ermənilər könüllü şəkildə Azərbaycanı tərk eləyib getdilər. Və uzun müddət heç bir iclas keçirməyən BMT Təhlükəsizlik Şurası dalbadal Qarabağdakı vəziyyəti müzakirə elədi. Əvvəl Laçın dəhlizi ilə bağlı məsələlər müzakirəyə çıxarıldı. Sonradan ermənilərin Azərbaycanı tərk edib getməsi məsələsini müzakirə elədilər və diplomatiyamız burada da çox böyük iş gördü. Ermənilərin və onların havadarlarının cəhdləri boşa çıxdı. Və bugün Ermənistan lideri Nikol Paşinyan ermənilərin Qarabağa qayıtmasının məqsədə uyğun olmadığını deyir. Və çox güman ki, ermənilər özləri də o qədər geri qayıtmaq həvəsində deyirlər. Ancaq qayıtmaq istəyənlərə də Azərbaycan hakimiyyəti açıq şəkildə deyir. Kollektiv şəkildə geri qayıtmaq yoxdur. Fərdi qaydada müraciətlər ola bilər və bu müraciətlər baxılıb müsbət yaxud mənfi qərar verilə bilər. Eyni zamanda Qarabağa ermənilərin fərdi qaydada qayıdışı Azərbaycanlıların Ermənistandakı Dədəbaba torpaqlarına qayıdışı ilə paralel aparılmalıdır. Yarandığı ilk gündən Azərbaycana təzyiq vasitəsi rolunu oynayan və qətiyyən qəbul edilməsi mümkün olmayan təkliflər verən Minsk qrupu və bu Minsk prosesi ilə bağlı olan orqanların ləğv olunma məsələsi nəhayət 2025-ci il avqustun 8-də öz həllini tapdı. Azərbaycan və Ermənistan rəhbərləri Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-in Nazirlər Şurasına müraciət etmək barədə razılığa gəldilər və ötən ilin sonlarında Minsk qrupu tamamilə ləğv olundu. Azərbaycan rəhbərliyi fəaliyyətdə olduğu 20 ildən artıq müddətdə ölkəmizə qarşı qərəzli mövqe tutan bu beynəlxalq təşkilatın ləğvinə nail oldu. 30 ildən artıq
davam edən mübarizəmiz qələbə ilə başa çatdı. Və bunu hamı bilməlidir. Azərbaycanın rəhbərlərinin 30 il ərzində nələr çəkdiyini hamımız bilməliyik, unutmamalıyıq. Çünki tarixi bilməyəndə, ondan dərs almayanda bu hadisələrin təkrarlanması ehtimalı yaranır. Buna qətiyyən imkan verməməliyik. Bir şey də unutmamalıyıq ki, Azərbaycanın üzləşdiyi bütün bəlaların kökündə səriştəsiz, yerində olmayan, bacarıqsız rəhbərlərin fəaliyyəti dayanır.